Şəkərli diabet xəstəliklərinin sayı əvvəlkilərə nisbətən 3 dəfə çoxalıb. Stress, həyəcan, düzgün qidalanmamaq şəkərli diabet xəstəliyinin yaranmasına səbəb olur. Bir ay ərzində şəkərli diabetlə bağlı qeydə alınan xəstələrin sayı 15-20 il bundan əvvəlki vaxtla nisbətdə təxminən 3 dəfə çoxalıb. Diabet xəstələrinin çoxalması isə dərman preparatlarının alınmasında növbələr və çətinliklər yaradır. Xəstələr dərman preparatlarını vaxtında ala bilmədiklərindən şikayətlənirlər. Şəkər dərmanlarımız vaxtında gəlmir. İspit pamıq veriləsi də verilmir. Bu ayda mənim təzyiq dərmanım bizə dənə 10 dənə verilib. Hansı təqamadır, hamısı gəlir deyir heç bir şey yoxdur. Qeyd edək ki, hazırda Ağstafa rayonunda 2345, Tovuz rayonu üzrə isə 4000-ə yaxın şəkərli diabet xəstəsi qeydə alınıb. 91-ci ildən həkim endokrinoloq işləyirəm, 26 ilə yaxındır. Bu müddət ərzində xəstələrin sayında artım daha çoxdur. Yeni hesaba alınan xəstələrin sayında artım daha çoxdur. Əvvəlki illərə nisbətən biz hər ayda o 25, 30, 28 xəstə növbəyə alırıq. 2 dəfə, 3 dəfəyə qədər artıq növbəyə duran xəstələrimizin sayı. Hal-hazırda demək olar ki, Tovuz rayonu üzrə endokrinoloji kabinetdə 4000-ə yaxın qeydiyyatda olan xəstələrimiz var. Demək olar ki, qeydiyyatda olmayan, hal-hazırda qeydiyyata düşməyən xəstələrimiz də çoxdur. Bu xəstəlik əvvəlki illərə nisbətən çox sürətlə artır. Sürət artmağına səbəb əvvəllər biz götürürdük ki, genetik hissiyətində varmı, yoxmu müəyyən bir hallarla. Yəni bu dərəcədə çox yüksək olmurdu. Hal-hazırda stresslə, qidalarımızla, yemək biraz mədəniyyəti ilə əlaqədar, demək olar biraz da hissiyətlə əlaqədar xəstələrin sayı çoxdur. Müraciət edir. Bunların içində əvvəllər uşaqlar daha az idi. Hal-hazırda kiçik yaşlı uşaqlarımız hardasa 12-14-ə qədər bizim kiçik yaşlı uşaqlarımız var. İnsan sağlamlığı əsas şərtlərdəndir. Çalışın, əsəblərinizi cilovlayaraq və qidalanmanızı düzgün apararaq sağlamlığınızı qoruyasınız. Cabir Məmmədov, Kamran Əskiparalı, Rüfət Dağıyev, Səs TV, Ağstafa.